Bu günləri ayın 9-udur. Yəni ki, fevral ayın 9-udur. Biz bir ailəyə sovqat götürmüşük, çək sovqatımızı da. Yəni ki, gəlmişik o ailəyə, orada bir balaca bala var. Allah saxlasın, ona gəlmişik kömək eləməyə. Yəni ki, sovqat götürmüşük onun üçün. Onun üçün, onun qardaşı üçün, yəni onlar üçün bu günləri biz müəllimlər yığışıb gəlmişik, həmən o sovqatı götürmüşük, həmən bu ailəyə. İndi bir qədərdən sonra mən deyərəm, həmən o adresi də yazarıq. Bütün müəllimlər kim istəsə, həmən o adresə gəlib, həmən o balı üçün, şirin, gözəl balı üçün sovqat götürə bilərlər. Allah qoysun. Həmin şeylərimizi götürək. Gəl. Ver mənə. Gəl. Sağ olasın. İyi. Я добавлю как мужик. Какой? Вот это. Oğlumuz ha tərəfdədir. Orada uzanır. İçəridə. Bəli. İçəridədir. Ayaqqabılarımızı Yo çıxardaq. yo yo girin girin. Ayaqqabını. Bəli bəli girin. Bu mənim balacam oğlumdur. Bacım bunun oğludur. İşıq yoxdur burada. İndi işıq yanan onu da çəkərik orada. İnşallah. Gələrsən orası. Ay sağ ol. Ay salam aleyküm oğlum. Necəsən? Gözəl babası. Ya Allah can. Necəsən? Salam aleyküm oğlum. Necəsən? Ay canım. Deməli biz müəllimlər saytda gördük ki, həmən bu ailəyə kömək lazım idi. Biz müəllimlər qrupu, yəni orada gedir Nərimanov rayonu, Xətai rayonu, ondan sonra Zirə qəsəbəsindən olan müəllimlər, Zirə kəndindən olan müəllimlər. Yəni oradan da müəllimlər bizə, Türkandan, Hövsandan müəllimlər bizə yəni yığışıb bir yerdə bu gözəl balamız üçün sovqat götürmüşük. Sovqat götürmüşük ki, həmən o sovqatdan qidalansın, tez ayağa qalxsın inşallah. Allah qoysun. Bu xanım da ki, həmən bu balamın adı nədir? Həmid. Ay Allah, nə gözəl adın var. Özün kimi gözəl adın var, mənim babamsan. Bu da Həmidin anasıdır. Allah ona da kömək olsun, can sağlığı ki, bu uşağa baxır, qulluq eləyir. Yəni ki, adımız da Səidə xanım oldu. Bəli, adım Səidə. Ayda Səidə xanım oldu. Bir neçə vaxtdan sonra mən adres qoyaram. Yəni hansı müəllimlər kömək eləmək istəyirsə, həmən o adreslə gəlib, yəni ki, balamıza kömək eləyə bilərlər ki, tez ayağa qalxsın. Biz bunu inşallah Allah qoysa. Yəni saytda gördük müəllimlər. Biz müəllimlər qrupu həmişə belə bir ailələrə baş çəkirik. Bir köməklik eləyirik. Yəni əlimizdən gələni nə bacarırıqsa. İndi o balacanı da istəyirsiniz çağırın, bir onu da çəkək. Allah qoysa. Özün necəsən mənim balamsan? Həkim nə deyir? Haçan açacaqlar qolunu inşallah. Onu deyirəm, mən də Aha. bıçağında qolum. Qılçon da var ha.
Deməli uşaqda həm də qışdır, hə? Yoxsa Bəli, beldir? o kıçı tutulub. Aha. Bir də o sinirdən o qoludur, bir də bu kıçı işləmir. Yəni Sinirdən. maşın deyəndən sonra. Bəli. Maşın. O bu beyin travması alıb. Bir dəqiqə Beyin gözlə. travması. var. Beyin travması alıb. Ona görə onu da sinirdən qolu da ayağı tutulub onu. Qolu da ayağı tutulub. Bəli. Yəni ki, avtomobildən Bəli, zədə bəli. alandan sonra Bəli. qolu da ayağı da tutulub. Bəs həkim Bəli. nə deyir? Həkimlər elə heç bir şey söyləmirlər. Onu bütün həkimlərə keçmişik, heç bir şey onu götürmürlər. Onu da Boyun götürmürlər. Bəli, götürmürlər. Onu da güclü müalicə lazımdır. Hı. Başının müalicəsi lazımdır ki, qolu da, ayağı da işləsin. Yəni bizim respublikada var o müalicəsi. Var. Balisalarda var müalicəsi. Prosta indi Maddi heç cəhətdən çatılmır. Bəli. Deməli müəllimlər, hörmətli müəllimlər, burada deməli söhbət balamızın tez ayağa qalxmağından söhbət gedir. Yəni ki, müəllimlər həmən o adreslə və yaxud da ki, telefon nömrəmizi də onlarda qoyaq olur. Bəli, bəli. O nömrə ilə əlaqə saxlayıb, kart nömrəsi də var deyəsən Bəli, sizdə. bəli, bəli. Kart nömrəsi ilə də əlaqə saxlayıb, yəni ki, həmən o nömrəyə pul köçürtməli ki, həkimlərə verilsin ki, bu Həmid oğlumuz tez ayağa qalxsın. Yəni bunu mən bütün müəllimlərə deyirəm. Başqa qurumlar da varsa, onlar da qoşula bilərlər. Yəni ki, burada insan həyatından söhbət gedir. Yəni belə eləmək lazımdır ki, bu balamız tez ayağa qalxmalıdır. İnşallah. İnşallah. Belə. O balacamızı da götürərdik, onu da çəkərdik. Gəl bura, gəl, qorxma, gəl. Qorxma da nədən Qorxma, can, ay qorxursan? Bu balaca, yan qoydun kameranı. Bu bala da ki, Həmid qardaşımdır. Bəli. Can, ay Allah, Allah saxsın. Bu da onun kiçik qardaşıdır. Yəni ki, adın nədir sənin? Ali. Əli. Əli. Nə gözəl adları var bunların, nə şirin baladılar bunlar. Hər ikisi. Həm Sağ Həmid, olun. həm Əli. Nə gözəl Sağ olun. baladılar. Yəni ki, bu balaların yanından düz getmək olmaz. Allah bunu götürməz. Bu balalara kömək eləmək lazımdır. Hökman, əziz müəllimlər. Yəni ki, bu balalarımıza kömək lazımdır ki, tez böyüsünlər, tez travmaları sağalsın, tez ayağa qalxsınlar. Əsas odur. Ayağa qalxandan sonra valla özləri, yəni Allah Taala özü siz müəllimlərə, biz müəllimlərə təşəkkürünü bildirəcək. İnşallah. Bax, bu qədər. Biraz sənin üçün sovqat götürmüşük. İndi mama o sovqatdan götürər, verər. Bir dadına baxarsan. Həm də bu balı üçün də götürmüşük. Allah qoysa. Nə deyim valla? Qolun ağrıyır, ha? Çox qalmaqdandır da. Bəli. Qolunu haçan indi deyir açacaq. İndi o ayağa qalxmağını gözləyirik. Ayağa qalxan kimi inşallah bu